Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar, qardaş bacılarımız, səhifəmizi izləyənlər, siz bilirsiniz ki, biz bacardığımız qədər ehtiyac sahibi ailələrə yardım etməyə çalışırıq. Ailə başçısı olmayan bacılar var və xəstə uşaqlar var və gəliri az olan ailələr var ki, biz əlimizdən gələni eləməyə çalışırıq. Təbii ki, sizlərin sayəsində, Allahın izni ilə. Və altda gördüyünüz Zeynəb bacı, 6 yaşlı körpəsində tək yaşayır. Heç kəsi yoxdur, heç kimi yoxdur. Və bacı əməliyyat olması üçün 500 manat borc götürmüşdü, yəni 500 manatı çatmırdı. Və bugünkü gündə bacı o borcunu ödəyə bilmir. Allah üçün hər birinizdən xahiş edirəm. Bu videoya 1000 nəfər baxacaqsa, hələ 1000 manat vursa Allah həmd olsun. Biz onu yekunlaşdıracağıq. Bizim səhifəmizi izləyənlər bilir ki, biz nə qədər ailəyə yardım etməyə çalışmışıq. Ərzaqlar paylamışıq. Körpə balalarımıza paltarlar paylamışıq. Ailə başçısı olmayan bacılara dəstək olmağa çalışmışıq. Allah üçün hər birinizdən xahiş edirəm. Bir mal sədəqə vallahi ki bizi kasıb eləməz. Rasulullah sallallahu aleyhi ve sellem buyurmuştur ki, sədəqə malın əksinə çoxaldır, sədəqə bəlaları dəf eləyər və sədəqə verən hər bir kəsin evində ruzi bərəkət artar və bollaşar. Allah azza və cəllə malınıza, mülkünüzə bərəkət versin. Çox xahiş edirəm Allah üçün, əlimizə gələn yaxşısını eləməyə çalışaq. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu.